Sabahınız xeyir. Deməli, saat hal-hazırda 09:25-dir. Amma gördüyünüz kimi hava hələ də açılmayıb. Adamın yuxusu gəlir, yatmaq istəyir bu havada. Əslində gün çıxsaydı daha qəşəng olardı. Daha özümü belə enerjik hiss edirəm. Amma bir yox. Bugün sizinlə bir günümü vloglamaq istəyirəm. İstədim bir günümü paylaşım. Belə başlayaq. Bugün mənim üçün ilk dəfə təcrübə olacaq. Yuxudan danışa bilmirəm. Ayılmamışam hələ. Bugün mənim üçün ilk təcrübə olacaq ki, bir günlük vlog çəkəcəm. Baxaq görək necə olur. Əslində daha çox vlog çəkməyimə bir səbəb var. Bugün bacımla piercing elətdirəcəyik. Ona görə düşündüm ki, o da sizə maraqlı olar. Dedim ki, bugünü bir ümumi bir vlog halına gətirim. Biz yeməyimizi yeyirik. Lina xanım da mənə eşlik edir. Sizin də bir şeyiniz belədir. Yemək yeyirsən, gəlir oturur yanında. Nə bilim, makyaj eləyirsən, gəlir oturur yanında. Çox özünə bağlayır. Can yanmış. Aşkım neredesin? Banyoda mısın? Gəldik, çatdıq mola. İndi içəri girib Prime'dan piercinglər seçəcəm. Belə, hava çox soyuqdur. Prime'da istədiyimiz, daha doğrusu mənim istədiyim piercingi tapa bilmədim. Ona görə də gəldik 28 mola. Aynı dedi ki, 28-də var. Mən bilmirəm, başa söyləyim. Anladığım qədərinə piercing bunlardır. Aynur deyir ki, bu çox qəşəngdir, setindən uyğunlaşar. Fokuslasın. Bu da əslində şeydir. Bu nəsə uğur işarəsi. Bu da qəşəngdir, var, kalp. Bu çox böyükdür amma. Burada o qədər qəşəng şeylər var. Mən çox bəyəndirəm bu brendi. Qolbaqlara baxın. Dostlar, bugün mənə nəsə olub. Tərslik üstünədir. Mən yenə piercing tapa bilmədim. Arxası başqa cür bağlanırmış. O, mənim istədiyim yerə uyğun deyilmiş. Ona görə onu ala bilmədim. Son ümidim piercing elətdirəcəyim yerdə ümid edirəm ki, gümüşü rəngdə piercinglər olar. Ya gümüş, ya ağ qızıl, fərqi yoxdur. İkisindən birini seçəcəm əgər olsa. Heçəm, acından ölürdük, gəldik kapasitetiyə. Burada yemək yiyəcəyik. Daha sonra gedəcəyik piercing elətdirməyə. Nə deyirsən başqa? Süp içirsənsə sup deyək. Bir dənə salat deyək, Yunan salatı. Deyirsən. Bir dənə də yemək deyək, ikimiz yiyək. Özün olsaydı alışardın. Ola bilər. Aynur Niyə belə axtan yuxarı? Mənim tənim belə düşür. Biraz belə ay sağ ol da, yəni. Qolum göydə qalır axı. Olsun da. Qolum ağrıyır. Hər nəysə, deməli Aynur məni əgər belə deyək də influence eləməsəydi, mən piercing elətdirməyəcəkdim. Hə? Mən? Çünki bir dəfə elətdirmişdim, qolum çox pis ağrıyırdı. Sonra başa düşdüm ki, səhv eləmişəm də. Orada nə bilim titan falan taxırlar, lini ilə poladımı, titanımı, elə bir şey taxırdılar, amma əslində qızıl taxdırsaq ağrımazmış deyə öyrəndim. Ümid edirəm bu dəfə ağrımaz. Yəni bu son piercing elətdirməyimdir. Oldu, olmadı, vəsə. Hara elətdirəcəksən? Nə yəni suallarım? Qulağın hansı hissədir? Qulağımın hər yeri. Ora kəsirdə yəqin. Hə, ora. Ora. İşinə də. Biz gəldik. Birinci Aynurdan başlayırıq. Yox, Hə. YouTube. çox ağrımıyordu, çox az hiss eləyəcəksən. Mən baxmayım, ürəyim deyir. Sən YouTube gəlib bəzədən. Fasonu. Ay, nə qəşəng olur. Çox qəşəng görünür. Qaldı yuxarıdakı. Onu da gələn səfər. Onu da qalsın burada. Hə. Çox qəşəngdir. Bunu çox bəyəndim. Mən gözəldir. Mən bunu seçdim. Burada daha gözəlləri var amma. Mesela bunu göstereyim.
O qədər çoxdur ki, seçə bilmirəm. Test edirik hal-hazırda. Bu həm də necədir? Əslində bu ilə bu çoxu yox. Nəyə görə? Çünki ikisini qaşı yumrudur. Necə ürün istəyir? Elə. Bu çox qəşəngdir. Hə, bu qalsın. Yox, istəyirsən onu eləyək. Biraz da şey olacaq. Sadəcə baxmaq Bilmirəm. istəyirəm ki, arxaya otur, yoxsa yox. İndi isə həm də xanım. Hələ ki, test edirik. Hələ ki test edirik, qorxur biraz. Biraz mı? Biraz mı? Yaxşı olacaq. Qorxma. Hələ ki yoxlayırıq, xanım bəyənsin. Çok qəşəngdir. Gözəl. Əslində o deyilsən də uyğun. Mənim üçün bir çox çıxır. Açıq topu deşik görünür buradan. Onu taxdım da bir müddət. Sən taxa bilməmsən. Ağrıdı ya, sırazı şeylədim, bağlandım. Hangisini taxalım? Onu taxaq yoxlayaq görünür. Olsun. Arkasını dəyişirəm qısaya, uzundur deyə, yəni ilişməsin. Ha, bitti. Heç nə yoxdur. Yerini taxırıq. Şo. Bitti. Ay, nə qəşəng oldu. Gözəl, biraz oruçsun. Wow. Hazırsan. Baxın gözəl. Hələ çeşin eləmir. Baxın. Gözəldir. Dostlar, əlim getdi. Çox qəşəngdir. Bəyəndiniz xanım. Burada da çəkilişimiz gedir. Gəldik kafe shopda oturduq. Biraz çay içib qızınacağıq. Çünki çox dəhşət soyuqdur. Yəni mən belə soyuq görməmişəm. Dəhşətdir. Aynur, fiziklər necə oldu? Möhtəşəm. Çox yaxın. Yuxarıdakı yoxdur deyə lüt görünür. Olsun da elətdirəcəm onu. Şəva. Gələnlikli yox. Söz ver bir dənə. Tamam. 50 il qalmayacağına söz ver. Söz verirəm. 50 il kesin olmayacaq. 5 il qalır. Yəni gələn ayda. Yaxşı, bu kadrlar əlimdə var. Elətdirməliyik ki, qəşəng içmə bilək. Ki, içmə də bilirik axı çox belə. Dənizdə çimməyə nəzərdə tutub. Havuza getməyə nəzərdə tutub dostlar. Hə, nəsə gedəcəyik. Gezəcəyik. Nəysə, özüm haqqında güncəlləmə verim. Deməli, mən demişdim axı, qızıl istəyirəm ya da gümüş istəyirəm. Hə də qızıl istəyirdim, amma gümüşü rəngdə. Hə, amma heç biri olmadı. Ona görə də titan elətdirdim şimdilik. Başqa bir yerdə qızıl ya da gümüş axtaracam, araşdıracam. Xoşuma gələni tapsam dəyişəcək. Belə. Fikirlərim də qəşəng görünür. Biz gəldik Expargoya kargolarımızı götürməyə. İzləyicilərim üçün hədiyyələr sifariş eləmişdim, makyaj məhsulları. Onları götürməyə gəldim. Və yüklənən o xoşbəxtlik. Çox bir şey yoxdur, ona görə də kargo videosu gözləməyin. İzləyicilərimin hədiyyələri var. Bir də özüm üçün bir-iki şeylər sifariş eləmişəm, amma o da videoda göstəriləcək şeylər deyil. Ona görə də kargo videosu gözləməyin. Gəldim evə. İndi tez üzərimi dəyişib gedəcəm məşqə. Bu soyuqda nə vacibdir desəniz, uzun zaman getmirəm. Çox bayağı bir müddətdə ara vermişəm və hiss edirəm ki, artıq ehtiyacı var. Məşq eləməyəndə ağrılarım dəhşət çox olur. Biraz məşq eləyib özümə gəlməliyəm. Axır ki, zala gəlib çıxdım. Bugün özümə gəlirəm və ümid edirəm ki, davamlı da gələcəm. Yaya hazırlaşmalıyam. Düz belə pis deyil, amma mən sadəcə
daha çox mental olaraq məşq eləməyi sevirəm. Mənə çox yaxşı təsir edir. İndi bilmirəm içərini çəkə bilərəm yoxsa yox. Biraz adam var deyə özümü narahat hiss edirəm. Hələ də alışmamışam, amma gəlmişəm. Bir dənə məşq elədim ki, o qədər rahatladım. Çox qəşəng təsir elədi. Ümid edirəm ki, davamlı gedəcəm. Yəni, bu hissləri yenidən yaşamaq istəyirəm. Məşqə getməyəndə özümü çox yorğun, əzgin, belə, necə deyim, hər yerim ağrıymış kimi hiss edirəm. Amma məşq edəndə çox gümrah oluram. İndi yemək yeyim, acından ölürəm və bugün bayağı çox yoruldum. Ondan sonra indi Aynur mənim dırnaqlarımı düzəltməlidir. Düzəltməli deyəndə əslində çıxaracağıq. Bu haldadır dırnaqlarım. Buna baxın. Nəysə, bunları çıxaracağıq. Bir müddət dırnaqsız olmaq istəyirəm. Belə biraz istirahət verim. Yaya bomba gibi hazırlanacağız. Biz dırnağa başlayırıq. Aynur dırnağımı düzəldir. Daha doğrusu sökürük. Yeni bir şey eləməyəcəyik. Değil mi? Dırnaqlarım bitdi. Belə bir şey elədik. Çox sadəm. Yəni sadəcə üstündəkini çıxardıq. Belə mini bir plik alma elədi Aynur. Belə bugün çox yoruldum. Həqiqətən çox yoruldum. Bir an öncə yatmaq istəyirəm. Amma yatmadan öncə yəqin ki, ya kitab oxuyacağam, ya filmə baxacağam. Bugün kitab oxuya bilməmişəm, çatdırmamışam. O ikisindən birini eləməliyəm. Çünki dəhşət yorğunam, yatmaq istəyirəm, amma o da üzərimdə bir yük kimi qalıb. Ən azından kitabı heç olmasa oxumalıyam. Bugün tamamlansın 10 səhifə oxumağım. Belə bir günlük vlogum bu qədər məncə. Sizcə necə oldu? Bəyəndinizmi? Bu arada məndən növbəti dəfə hansı videoları istəyirsiniz? Hansı tip vloglar və yaxud da sırf hansı mövzuda videolar istəyirsinizsə onları aşağıya yazın. Hələlik.